Mehr ayının 1-i və məktəblərin açılışı və uşaqların dərsliklərə başlama günü yaxınlaşır. O sahədə mən fikirlərimi sizə izah etdirəcəyim. Bildiyiniz kimi normal olaraq beynəlxalq alanda anlaşmalar, uşaqlar haqqında konvensiya, uşaqların gəlişməsinə, inkişafına ən doğru düzgün yolu seçmə tövsiyə olunur və beynəlxalq alanda ana dili bəyannaməsi ki, orada da ciddicə uşaqların ana dilində təhsil almasının önəmini vurğulayır və tamam dövlətlərə tövsiyə olunur ki, uşaqların ana dilində təhsil almasını uygulasınlar və onu ciddiyə alsınlar. İrana gəldikdə bugün uşaqların başladığı, məktəbləri başladığı gündə fərqli bir hisslər var uşaqların içində. Ümumiyyətlə, uşaqların içində İranda həman hiss, həman həyəcan məktəbi başlamaq üçün yoxdur. Birində həyəcan hissi və birində bəlkə stres hissi keçirmə var. Çünki məktəblərin başlanğıcı uşaqların inkişafı ilə, yaşamlarının inkişafı ilə uyğun olmayan bir açılışdır. İran məqamlarına görə, yəni rəsmi məqamlara görə, yəni vəzir, baxan İranda deyir ki, İranda %70 uşaqlar İranın tamam məktəblərində iki dilli uşaqlardırlar. Onlar dilə iki dilli. Yəni, həqiqətdə qeyri-fars uşaqların sayısı İranın məktəblərində %70'dir sayısı. Yəni, uşaqlar İranda məktəbi başlayanda ana dilində başlamırlar. Bəlkə bir başqa biganə bir dillə birinci ili başlayırlar. Türklərin sayısı İranda, yenə də İranın rəsmi məqamlarına görə %40, yəni 40% İranda cəmiyyət təşkil edir. O əsasda da istər-istəməz məktəblərdə də olan uşaqlar, türklərin %40'ını əhatə edən uşaqlar ki, məktəbi başlayırlar, türk uşaqlarıdırlar. Ümumiyyətlə, uşağın doğum günündən ana dili ilə bəslənməsi, ata dili, ailə dili, çevrə dili, şəhər və kənddə yaşadığı məhəllədəki dil, bundan uşaq şəfahi dili formalaşdırır, özün formalaşdırır, fikrin formalaşdırır bu dillə və bu dil 6-7 yaşına yetişəndə, məktəbə başlama ərəfəsi gələndə bu şəfahi öyrəndiyi dili və şəfahicə formalaşdığı fikirləri elə uşaqkən məktəbə başlayıb və bu şəfahi dili kətbiləşdirmə, yazmaq və oxumaq öyrənməyi və o sahədə bilinc və öyrətimi gəlişdirib və inkişaf etdirməyə çalışır. Amma İranda elə deyil. Uşaqlar məktəbə başlayanda %70'i öz dilində deyil, başqa dildə məktəbi başlayırlar. Məsələn, uşaq ki, ana dilində normal bir dil, ata, ailə, çevrə, məhəllə, şəhər, kəndidə öz dilini öyrənibdir. Məktəbə başlayanda baxırsan, görürsən ki, sözlər və dil işləndiyi dil məktəbdə və oxuduğu kitab açdığı məktəbdə tamamilə başqa şeydir. Yəni, dil inkişafı, uşağın dil inkişafı tamam araşdırmalara görə və tamam beynəlxalq orqanda, insan haqları orqanlarında beynəlxalq uşaq ana dili bəyannaməsində tövsiyə olan bu gəlişmənin davamı, yəni şəfahi dili kətbiləşdirməkdə, oxuyub yazmaq, öyrəşməkdə, oxuyub yazma dilində başqa dil başlayır. Yəni dil inkişafı uşağın 6-7 yaşında kəsilir.
və bir başqa dildə sıfırdan bir dili öyrənməyə çalışır. Yəni o günəcən ki, məsələ deyək, su öyrənmişdi, ona gərək məktəbdə başlayanda ab öyrənə deyə. Diqqət edin ki, bu gəlişmədə, yəni araşdırmalarda göstərir ki, uşaq nə cür ruhsal və onun gəlişmə əsasında problemlərlə qarşı-qarşıya durur. Və araşdırmalarda yenə də vardır ki, İranda uşaqlar ki, məktəblərdən qaçırlar, dərslərdə öhdəsindən gəlmirlər, lazımi qiymətləri, nömrələri almırlar. Hamısı, yəni ümumiyyətlə, genəldə qeyri-fars bölgələrdə və qeyri-fars uşaqlardırlar. Elə ona görədir ki, hətta bunu Eğitim Bakanlığı, Vizarət-i Amuzgariş başa düşür ki, bu uşaqlar bu bölgələrdə fars uşaqları ilə rəqabət edə bilmirlər. Ona görə yavaş-yavaş müxtəlif fərqli metodlarla çalışırlar ki, uşaqları gəlişdirsinlər ki, ən son verdikləri çox bir qeyri-insani, ziddi uşaq və antidemokratik tərh ilə uşağın farsı başarıcılığını məktəbə girmədən imtihana alırlar ki, bunlar öz dillərində bəsəndigiyə zəbanı farsı qoymuşdular ki, əslən bir qorxunc bir şərait uşaqlara yaratmışdı və uşaqlar fars dilinin öhdəsindən gəlsinlər deyə mədrəsədə uşaqlara bəzən hətta 4 yaşından farsı orgeşmaq kursları və ya öyrənməsi yaradırdı. Hətta bəzi uşaqlar fars dilə bilmədiyi üçün onlara əlil kimi davranıb və əlillərlə bərabər məktəbə getməklərini sağlamağı düşünülürdü. Yəni belə bir mübahisələr oldu. Avropanın gəlişmiş ölkələrində ana dili təhsil almaq bir əsas alınır. Bu Avropa ölkəsində ana dili təhsil almağa 2 dənə faktora dayanırlar. Birinci faktor beynəlxalq alanda anlaşmalar və konvansiyonlar. Onlar dövlətlərin təcrübə əsasında deyil. Ən düzgün və uyğun uşağa nədirsə onu uygulamalısan uşağa təhsil konusunda. İkinci faktor ki, Avropanın gəlişmiş ölkələrində ana dilini təhsil alırlar. Yəni bizim uşaqlarımız Avropanın gəlişmiş ölkəsində ana dilində təhsil almaya dərs keçirdir. Ne üçün ikinci faktor nədir? İkinci faktor tamam araşdırmalar, üniversitədə araşdırmalar göstərir ki, uşaq ki ana dilində təhsil alır, ikinci və üçüncü dili öyrətmədə çox rahatca öyrənir. Diqqət edin ki, ana dilinin əhəmiyyəti yalnız onun uşağın haqqı sahəsində yox, bəlkə dillərin, başqa dillərin öyrətməsində zəmin və şərait yaradır. Ona görə Avropanın gəlişmiş ölkələrində tamam uşaqlar ki, bu ölkələrdə öz ana dilində dərslik keçirdirlər. Bu o deməkdir ki, ana dilində yaxşı öyrəndikcə başqa dilləri daha rahat uşaq öyrənəcəkdir. Amma İranda həm konvansiyonlar ki, uşağın haqqı, təhsil haqqını, fərqli konvansiyonlar və hər yerdə yazılıb, nə o riayət olur, uşağa diqqət yetirilir, nə də bu ki, uşaq ana dilini öyrənirsə, başqa dilləri yaxşı öyrənər. Yəni, hətta fars dilini belə ki, İranda istəsəydilə daha yaxşı öyrənər, ona da izin verilmiş. Türklər, İranın %40'ı uşaqlar və %70 qeyri-fars uşaqların anaları, ataları uşaqları mehrin birində məktəbə götürürlər. Uşaqları tapşırırlar bir sınıflara, klaslara ki, orada uşaq öz öyrəndiyi şəfahi dili gəlişdirmə yox, bəlkə sıfırdan bir dil öyrənməyə başlayacaqdır. Və uşağı orada bir beynində fırtına və bir çalqalanma o beynində geçirir. O çalqantı gedişatında, bu uşağın tamam həyatında onu etkiləmə durumuna gətirir. Bu sözlərim İranda Türk analaradır. Uşaqlarınızın ana dildə təhsil alması uşaqlarınızın şəxsiyyətinin düzgün formalaşmasında, öz güvənini artmasında, etimadı və nəfs
artmasında düzgün bir şəxsiyyətin formalaşmasında ciddi rolu var. Uşaqlarınızın inkişafını, pişrəftini istəyirsinizmi? İstəyirsinizsə, uşaqların ana dilində təhsil alması üçün çaba göstərib çalışmalısınız. Bir işlər görməlisiniz. Ana dilində təhsil almaya bir işlər görülməlidir. Bir türlü etirazlar, meydana çıxmalar bu siyasət deyil. Ana dilində təhsil almaq beynəlxalq orqanlarda, beynəlxalq bəyanatda bu siyasət sayılmaz, siyasət deyil. Hər uşağın haqqı vardır öz ana dilində təhsil alsın. Bunu bir türlü məktəbə anlatmalısınız, müəllimlərlə danışmalısınız, məktəb məsullarla danışmalısınız, siyasi orqanlara müraciət edib uşaqların ana dilində təhsil almasını istəmirsiniz. Belə bir çalışma lazımdır ki, bir gün analar və atalar uşaqları ilə mehrin birində məktəbin qarşısına gələcəklər, amma məktəbin içinə girməyəcəklər. Nə üçün girməyəcəklər? Ana dilində təhsil etmə tələbini ortaya qoyacaqlar. Uşaqlarımız ana dilində oxursalarsa, məktəbə girə bilərlər. Oxunmursalarsa, məktəbə girməsinlər. Ən azı bir gün buna etirazlarını göstərəcəklər və bu mediada İran içində və dünya səviyyəsində adlanıb və İran rejimini fişar altına, sıxıntı altına qoyacaq ki, uşaqların ana dilində təhsil almasını uygulasın ölkədə. %70 uşaq haqsız o ölkədə məktəbə gedir və biganə dildə dərsi başlayır. Mən o günü gözləyirəm ki, kiçik etirazlarla anaların, ataların, valideyn əncümənlərinə bir-birindən danışmaları ilə münasib, uyğun, mədəni şivə ilə etirazlarını göstərməlidirlər və uşaqlarına ana dilində təhsil almağı öyrətməlidirlər. O arzu ilə məni dinlədiyi üçün təşəkkür edirəm.